Salam, hörmətli izləyicilər. Vətəndaşlar müraciət elə sual verir ki, bizim ailədə işləməyən şəxslər var. Yanvar ayının 1-dən tibbi sosial xidmət almaq üçün biz tibbi sosial sığortanı hara ödəyək, necə ödəyək və nə qədər ödəməliyik? Mən hüquqşünaslar Seyidzadə bu barədə araşdırma apardım. Mənim özümə də maraqlı idi. Mən özüm də birinci qrupayla ailə arabasındayam. Mənim də evdə işləməyən şəxslər var, yəni ailə üzvüm işləmir, yoldaşım işləmir. Mənə qulluq edir. Mənə də maraqlı idi ki, biz hara ödəniş etməliyik və nə qədər etməliyik. Ona görə mən təbibin qaynar xəttini ayağa saxladım. 1542 ilə o suallarımı verdim və araşdırma apardım. Və araşdırmanın barədə nəticəni sizinlə bölüşmək istəyirəm, hörmətli izləyicilər. Deməli, diqqətlə qulaq asın, zəhmət olmasa və videonu bəyənin, daha çox şəxsin xəbəri olsun. Eyni zamanda abunə olun ki, daha tez video gelib çatsın həmin şəxslərə. Qoy bilsinlər ki, bu ödəniş nə məsələdir. İndi aydınlıq gətirəm, hörmətli izləyicilər. Təbibin qaynar xəttinə və ya məlumata görə 27 noyabr 2025-ci ildə hələ o qanun qüvvəyə minmir. Belə bir məlumat yoxdur ki, yanvar ayından, yəni sosial xidmət deyəndə sosial sığorta haqqları nə qədər olacaq, o barədə məlumat yoxdur. Tibbi sığortadan söhbət gedir, hörmətli izləyicilər. Hələ ki, belə bir qanun qüvvəyə minmir. Yəni ki, Azərbaycan Respublikasında hal-hazırda vətəndaşlar pulsuz tibbi xidmətdən yararlana bilər. Hələ ki. Amma nə vaxt qüvvəyə minəcək, hər məlumdur. Tövsiyə olunur ki, ya yanvar ayının əvvəli, ya da dekabrın sonu təkrar müraciət edək. İndi hal-hazırda müraciət qaydaları belədir ki, ərazi üzrə və yaxud sizə hara yaxındırsa, təbibin balansında olan tibbi məsələlərinə və Səhiyyə Nazirliyinin Elmi Tədqiqat İnstitutlarına müraciət edərək müalicə ala bilərsiniz. Əlavə hansı bir müayinədən keçmək lazımdırsa, hansı bir aparatda məsələn MRT və yaxud da əməliyyat olmalısınızsa, bununla bağlı göndəriş almalısınız. Təbibin sistemində olan, siyahıda olan həkimlərə müraciət edə bilərsiniz. Eyni zamanda klinika. Amma özəl klinikalar dövlət hesabına yox, yəni sizin hesabınızdadır. Yəni kim istəsə müraciət edə bilər öz hesabına. O təbibin siyahısına aiddir. Belə bir məlumat verirlər. Amma mənə bir şey maraqlı gəldi ki, əgər bu qanun qüvvəyə minsə ki, işləməyən şəxslər üçün də yəni sosial ödənişi olmalıdır, tibbi sığortadan söhbət gedir. Mənə qanunverici əsasən o maraqlı gəldi ki, hörmətli izləyicilər. Deməli, belə deyirəm, valideynlər 8 yaşına qədər uşağın işləməyə bilər və buna görə sosial yardım alırlar, belə deyək. Eyni zamanda birinci qrupaya və qrupaya şəxslər işləməyə bilər. Birinci qrupaya və qrupaya görə. Onların vergisini kim ödəyəcək? Onların tibbi sığortasını kim ödəyəcək? Hələ bu məlumatdır, hörmətli izləyicilər. Mənim özümə də bu məsələ yəni maraqlıdır ki, ona görə ki, mənim də evimdə mənim yoldaşım mənə qulluq edir, işləmir. Mənə maraqlıdır ki, mən o pulu haradan ödəyəcəyəm. Ona görə mən bu məsələni davam etdirəcəyəm. Dekabrın sonunda da bir daha araşdırma aparacağım, yanvar ayında da araşdırma aparacağım və ətraflı məlumat əldə edəcəyəm. Bir daha qeyd edin ki, mənə həmişə sosial yardımdır, pensiyadır, müavinətdir, bir tibbi sığortadır. Bu həmişə mənə maraqlı olub ki, özün dəyərli şəxs olduğuma görə. Evdə həm mənim yoldaşım var, həm az yaşlı qızım var, hörmətli izləyicilər. Ona görə bu məsələni həmişə araşdırıram. Əgər sizə də maraqlıdırsa, pensiya, sosial yardım, müavinət, mütləq bu kanala abunə olun. Eyni zamanda tibbi sığorta. Bu barədə də məlumat verəcəm. Biz özümüz də istifadə edirik, ona görə ehtiyac olun, hörmətli izləyicilər. Ola bilsin ki, yanvar ayından artıq başqa dəyişikliklər də olsun. Ona görə bu kanala abunə olun. Sizin qol işarəsini aktiv edin ki, növbəti videolara gələndə xəbəriniz olsun, hörmətli izləyicilər. Və bildirin ki, sosial yardımla bağlı, pensiyanla bağlı, müavinətlə bağlı, əməkdaşın bölgüsülə bağlı və səyi ilə bağlı, alimentin ödənməsilə bağlı, uşaqla ünsiyyətlə bağlı və digər məsələlərlə bağlı, hörmətli izləyicilər. Mənim uşaqla birlikdə 1700-dən artıq videolarım var. Tanış ola bilərsiniz.
Əsas məsələdən biri budur. Və onu qeyd edin, hörmətli izləyicilər. İstər qeyd olunan məsələni və istər digər məsələyə bağlı hüquqi məsləhət almaq üçün qeyd olunan WhatsApp nömrəsinə əlaqə saxlaya bilərsiniz. Xahiş edən sualınızı səsinə göndərin. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün təbii hüquqi məsləhətin verilməsi olmaqdır, hörmətli izləyicilər. Və sizdən xahiş edirəm ki, dəstək üçün videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin xəbəri olsun. Mənim sizin dəstəyinizə ehtiyacım var, hörmətli izləyicilər. Mütləq qeyd edin. Yəni YouTube qaydalarına görə, deyilənə görə YouTube mənə ödəniş eləmədi. Hal-hazırda sistemdə 15 dollar göstərir. 100 dollar olmalı ki, çıxardım. Ona görə mənə lazımdır ki, baxış sayı çoxalsın. Gəlin aktiv olaq, hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun, hörmətli izləyicilər.